Günümüzü leysan yağışla açdıq. Xırdalan şəhəri, daha doğrusu Xırdalan gölü desək yanılmarıq. Küçə və məhəllələri sel su basıb. Görəsən, yağış yağan kimi bu bərbad vəziyyətə niyə qalırıq? Altı nə isə, üstü bəzək olan bu kimi küçələr indi sel su altındadır. Lakin sakinlər deyir ki, bu selə görə yağışa da nifrət eləyirik. Başa düşürük, bu təbii fəlakətdir. Bəs bu fəlakətin dəhşətli görüntülər yaratmaması üçün nə etməliyik? Görəsən, aidiyyatı qurumlardan olan bu məhəllələrdə yaşayanı varmı? Əgər varsa, bu küçələri necə keçib gedirlər? Yox, əgər bu küçələrdən getmirlərsə, bəlkə bizə izah etsinlər ki, başqa alternativ yol varmı istifadə etsinlər? Güclü yağan yağış Xırdalan şəhərində bir sıra problemlər yaradıb. Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də onların şikayətlərinə baxan yoxdur. Hər dəfə yağış yağanda bu problemlə üz-üzə qalırlar. Biz çəkdik, selə suya batdıq. Əsas odur, gələn dəfə yağış yağana qədər bu vəziyyətə qalmayaq. Bu vəziyyətə qalmamaq üçünsə buna bir əncam çəkmək lazımdır. Yəqin ki, bu işə əncam çəkən biri tapılacaq. Ümid edək. Ümid edək ki, Xırdalan gölü ilə bir də qarşılaşmayaq. Cəmilə Nəsir qızı, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.